Hər kəsə salam. Deməli belə bir sual veribdi. Düz xətt və onun üzərində olmayan 3 ABC nöqtələri verilmişdir. Məlumdur ki, AB parçası düz xətti kəsir, AC parçası isə onu kəsmir. BC parçası düz xətti kəsirmi? Üzrü sayın ki, yazmışam, amma kəsirmi olmalıdır. Gəlin bir dənə biz düz xətt çəkək. Bu olsun bizim A düz xəttimiz. Baxın, bu A düz xətti müstəvini iki yarım müstəviyə ayırır. Və A nöqtəsi mütləq bu yarım müstəvilərin birinin üzərində olacaqdır. Yəni, gəlin biz bura yazaq A. Bu A nöqtəsi olsun. Bizə bütün verilənləri elədik. Deyir ki, düz xətt və onun üzərində olmayan 3 ABC nöqtəsi verilibdir. Bəli, A düz xətti verilibdir və A nöqtəsi də onun üzərində deyil. Və bizə deyir ki, AB parçası düz xətti kəsir. AB parçası düz xətti kəsirsə, deməli B digər yarım müstəvidə olacaq. Yəni A olmayan yarım müstəvidə olacaq. Gəlin digər yarım müstəviyə də B yazaq. Daha sonra deyir ki, AC parçası isə bu düz xətti kəsmir. Deməli C nöqtəsi A nöqtəsi ilə eyni yarım müstəvidə olacaq. Gəlin bir dənə də belə. İndi bizə deyir ki, BC parçası düz xətti kəsirmi? B və C müxtəlif yarım müstəvilərə aiddir. Ona görə də BC parçası verilmiş düz xətti kəsmiş olacaq. Gəlin buradan bir dənə də düz xətt çəkək və görürük ki, kəsir.